Məşğulluğa dəstək layihəsi çərçivəsində növbəti maarifləndirmə görüşü Şəki şəhərində keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi məşğulluğa dəstək layihəsi çərçivəsində təşkil olunan növbəti həvəsləndirmə mükafatları müsabiqəsinin qaliblərinin aktivlərlə təminatına başlanılıb. Bildirilib ki, artıq Bakı, Abşeron, Xızı, Dağlıq, Şirvan, Mərkəzi Aran və Şəki-Zaqatala iqtisadi zonaları üzrə 50-yə qədər şəxs qurduqları kiçik bizneslərin genişləndirilməsinə dəstək məqsədi ilə əlavə avadanlıqlar verilib. Müsabiqə özlə məşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirməyə məqsədi daşıyır. Bununla yanaşı, maarifləndirmə görüşləri də keçirilir. Bu qəbildən olan növbəti tədbir Şəki şəhərində təşkil olunub. Tədbirdə layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri, eləcə də layihəyə cəlb olunan şəxslər üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb. Müraciətlər qeydə alınır. İlkin olaraq layihəyə Gəncə şəhərində başlanılmışdır və 10 nəfər vətəndaşa əlavə avadanlıqlar verilməklə layihəyə cəlb olunmuşdur. Növbəti mərhələdə artıq hazırda 100 nəfər bu pilot layihə çərçivəsində qalib elan olunmuşdur. Şəki-Zaqatala iqtisadi rayonu üzrə 26 şəxs seçilmişdir.